Təsəvvür eləyin ki, elə bir dünyada yaşayırıq ki, süni intellekt sizin işinizi əlinizdən alıb və gündəlik fəaliyyətinizdə sizdən daha çox işləyir. Bugün demək olar ki, bu vəziyyətə gəlib çatmışıq. Günümüzün reallığında xüsusilə white collar, yəni ağ yaxalıqlı işlər, konsultantlar, məsləhətçilər və s. digər ilkin işə başlayan şəxslər üçün gündəlik işlərin böyük hissəsi süni intellekt tərəfindən icra oluna bilir. Bu yaxınlarda ChatGPT, yəni OpenAI tərəfindən buraxılan son modeldə də həmin şirkətin CEO-su tərəfindən də bildirilmişdir ki, bu yeni model doktoral, yəni PhD səviyyəsində sizə bir inputlar verə biləcək, məlumatlar verə biləcək. Bunun özü ümumilikdə gələcəyimiz üçün kifayət qədər qorxulu və hamımızın dünyanın bir olaraq fəaliyyət göstərməli olduğu bir məsələyə çevrilmişdir. Bugün dünya müharibəsindən daha çox, hansı ki biz 90-cı keçən əsrdə nükleer, yəni atom enerji məsələsi ilə bağlı konvensiyanın qəbul olunmasında və istifadə olunmamasında dövlətlər razılığa gəlmişdi. Bugün də süni intellekt barəsində də artıq dövlətlər müəyyən bir razılığa gəlməyə başlamalıdırlar. Niyə görə dedikdə isə süni intellekt bugün müəyyən dünya üzərində yığılmış bütün datasetlərinin, məlumatların analizi ilə məşğul olaraq, kitabları oxuyaraq sizin suallarınıza cavab verməyə qadirdir. Bunun nəticəsində bugün hətta bir hüquqşünas olaraq da bir çox işlərdə Amerikada, Avropada süni intellektdən istifadə olunur. Bunun ilk təsiri görən şəxslər isə yeni karyerasına başlayan şəxslərdir ki, dünənə qədər bunu əsasən bu adi işləri yeni başlayan şəxslər görürdü. İndi isə süni intellekt elə bir səviyyəyə çatıb ki, avtomatiya vasitəsilə bu işləri artıq süni intellekt icra edə bilər. Bu prosesdə isə ən böyük problemlərdən biri əmək bazarına olan təsiridir. Çünki bizim indiki modeldə, şirkətlərin modelində yeni işə başlayan, təhsil almış şəxslərin bu ilkin rollarda elədiyi müəyyən qədər texniki işlər onları puxtələşdirmək üçün nəzərdə tutulmuşdur. Əgər biz elə bir dünyada yaşasaq ki, həmin şəxslərin biznes barəsində məlumat əldə etməsi üçün puxtələşmə yeri olmasa, biz gələcəkdə həmin şəxslər üçün daha çox senior, daha yuxarı vəzifəli şəxsləri hardan tapacağıq? Çünki əgər junior, yəni yeni başlayan şəxs özünü inkişaf elətdirə bilmirsə, deməli biz gələcəkdə daha yüksək vəzifəli şəxsə, daha yüksək stabilliyi, məlumatı olan şəxslərə tapa bilməyəcəyik. Bu da insan kapital bazarına böyük bir təsir göstərəcəkdir. Bunun üçün bir çox dövlətlər süni intellektlə bağlı müəyyən qədər ideyalar irəli sürürlər. Azərbaycanın da bununla bağlı süni intellekt strategiyası qəbul olunmuşdur. Həmin strategiyada da bu məsələ özü problemli və vurğulanmalı, həlli olmalı məsələ kimi vurğulanmışdır. Burada bəzi, məsələn, Almaniyada və digər Avropa ölkələrindəki approach, yəni yanaşma ondan ibarətdir ki, şirkətlər artıq insanları əlavə upskilling, yəni əlavə bacarıqların öyrənilməsi üçün treninqlərə cəlb etməlidir. Dövlət həmin şəxslərə AI vasitəsilə süni intellekt səviyyəsindən işlərinin, iş saatlarının azalmasına görə müəyyən qədər bir subsidiya xarakterli ödəniş etməlidir. Amma gördüyünüz kimi bunun özü də bir son həllə çatmır və düzün desəm məndə də bir cavab yoxdur ki, biz əmək bazarındakı bu problemi necə həll edə bilərik. Çünki Dünya Bankının və OECD-nin hesabatlarına əsasən süni intellekt tərəfindən, süni intellektin istifadəsi ilə yaradılan işlərin həcmi süni intellekt vasitəsilə itirilən işlərin həcmindən kifayət qədər azdır. Yəni 1/10 nisbətində bir şeydir. Bu o deməkdir ki, baxmayaraq ki, biz süni intellekt vasitəsilə yeni rollar öyrənə bilərik, süni intellekt prompt və yazan və s. kimi yeni vəzifələrə sahib ola bilərik, amma yenə də 10 nəfərdən ən azı 6-sının yeni bir iş tapmaq, yeni bir sferaya keçmək məcburiyyəti yaranacaqdır. Tamamilə yeni bir sferaya. Bu prosesdə bütün hesabatlar mənfi deyil.
OECD-nin Dünya Bankının əmək bazarı ilə bağlı hesabatlarında baxmayaraq ki, bu öz əksini tapmışdır. McKinsey və digər şirkətlər bildirir ki, AI vasitəsilə, AI-in istifadəsi ilə dünya bazarında 14 trilyondan çox, necə deyirlər, productivity, məhsuldarlıq yarana bilər. Yeni məhsuldarlıq və ümumi daxili məhsul arta bilər. Bunun üçün onların tövsiyəsi də ondan ibarətdir ki, artıq şirkətlər süni intellektin istifadəsi ilə öz proseslərini daha yaxşı avtomatlaşdırmalıdır və avtomatlaşdırma nəticəsində onlar əlavə üstünlüklər və işçilərini başqa yönlərə yönləndirmək bacarıqlarına sahib olacaqdır. Lakin bunun özü də son 3 il ərzində bilirsiniz ki, süni intellekt 10 ilin məsələsi deyil. Artıq 2022-ci ildən təxminən ChatGPT insanlar arasında istifadə olunmağa və rekord qırmağa başlamışdır. Bu müddət ərzində süni intellekti istifadə etmiş şirkətlərin rəhbərləri də bildirmişdir ki, süni intellektin mövcud şirkətin proseslərinə çox minimal 5-10%lik bir təsiri olmuşdur. Baxmayaraq ki, onların yüksək investisiya tələbi vardır. Bunun səbəbləri nədir? Bunun səbəbləri də birbaşa olaraq odur ki, hansı ki Azərbaycan şirkətləri də bundan əziyyət çəkirlər. Bir çox şirkətlərdə korporativ standartlar və şirkətin bir maşın kimi işləməsi üçün bütün hər şey hələ də yerində deyil. Və biz fikirləşsək ki, böyük bir şirkətdə bəzi detallar yoxdursa, süni intellektin istifadəsi ən yaxşı versiyada 20-30% xeyir gətirməli idisə, bu artıq sizə gətirə bilməyəcəkdir. Azərbaycanda da bunun ən böyük təsiri ondan ibarətdir ki, nəinki Azərbaycana və digər inkişaf etmiş ölkələrə, inkişaf etmiş ölkələrin biznes standartları, korporativ qaydaları son 30-40 il ərzində yaranmağa başlamışdır. Xüsusilə Azərbaycan kimi inkişaf etmiş ölkələrdə hələ də bir çox şirkətlərin korporativ standartları aydın deyil və bir çox şirkətlər hələ də inkişaf mərhələsindədir. İnkişaf mərhələsində olan şirkətlərin belə üstün səviyyəli avtomatizasiya, optimallaşdırmadan istifadə etmək kimi imkanları müəyyən qədər qısıtlıdır. Digər məsələ isə süni intellektin istifadəsini implementasiya, yəni tətbiq edən şəxslərin yoxluğudur ki, bu əsasən inkişaf etmiş ölkələrdə cəmləşmişdir. Azərbaycanda və digər inkişaf etmiş ölkələrdə süni intellekti implementasiya eləyəcək və onun nəticəsini ən yaxşı bir əldə eləyəcək məsləhətçi, konsultantı tapmaq belə özü bir böyük bir problemli məsələyə çevriləcəkdir. Və dünyada da hər kəsin qorxduğu və hər kəsin ehtiyat etdiyi məsələ ondan ibarətdir ki, artıq süni intellekt baxmayaraq ki, ümumi daxili məhsula yaxşı müsbət təsir göstərəcəkdir və sonda böyük şirkətlərin istifadəsi ilə digər şirkətlər arasında böyük bir uçurum yarada biləcəkdir. Hüquq süni intellekt sahəsində nə deyir? Hüququn süni intellektdən çox böyük problemləri var. Bunlardan ən böyüyü və hamının bugün qarşısına gələn deepfake-dir. Deepfake nədir? Sizin üzünüzün, simanızın müxtəlif platformalarda, məsələn, kazino reklamlarında istifadə olunması, məşhur şəxslərin kazino reklamlarında üzünün istifadə olunması kimi ola bilər. Dünənə qədər bunu hazırlamaq kifayət qədər çətin idi və indi süni intellekt o qədər asanlaşdırıb ki, bunu artıq istənilən qrup bunu yaradıb süni intellekt vasitəsilə sizin deepfake-dən istifadə edə bilər. Bunun nəticəsində artıq dünya ölkələri, Avropa İttifaqı xüsusilə Meta və digər platformalara çağırış edirlər ki, bunun qarşısının alınması üçün müəyyən qədər daxili qaydalar yaratmaq lazımdır. Digər problemli məsələ isə intellektual mülkiyyətdir. Çünki bugün biz süni intellektin istifadə etdiyi dataların ümumi public domain, yəni ictimai mülkiyyətdə olan məhsullardan, datadan, informasiyadan öyrəndiyini bilirik. Bundan əlavə, son Amerikada olan bir neçə məhkəmə işlərində görürük ki, süni intellekt yalnızca public domain, ictimai məlumatlardan deyil, həmçinin əqli mülkiyyəti qorunan məlumatlardan, kitablardan da istifadə etmişdir. Və məhkəmələrin də bu prosesdəki ən böyük, necə deyirlər, qərarı sonda cərimə ilə nəticələnmişdir. Əqli mülkiyyətin istifadəsi ilə artıq şirkətlər, ChatGPT, DeepSeek və digər Cloud və digər şirkətlər öz modellərini inkişaf etdirə bilirlər. Və sonda sizin məlumatlar əsasında, ona verilmiş məlumatlar əsasında müəyyən qədər suallara cavab verə bilirlər.
Bu məlumatların nəticəsində də bir çox hallarda özümüz görə bilərik ki, bu məlumat 90% düz deyil və ya kiminsə əsərindən ilhamlanaraq, ondan təsirlənərək yaranmışdır. Əqli mülkiyyətlə bağlı proseslərin həll olunması üçün, qanunvericiliyin inkişaf etdirilməsi üçün müəyyən qədər işlər görülməyə başlasa da, hələ ki konkret bir nəticələr yoxdur. Xüsusilə Azərbaycanda süni intellekt strategiyası ilə bağlı orada əsas prioritet sahə və hədəf kimi qoyulmuşdur ki, normativ hüquqi baza yaranmalıdır. Əqli mülkiyyətin xüsusilə hörmət olunması üçün isə artıq AI-yı tamamilə təcrid eləmək də özü bir doğru yanaşma deyil. Çünki əgər biz əqli mülkiyyətin 100% qorunmasını, yəni sizin məlumatların və digərlərinin heç kəs tərəfindən istifadə oluna bilməyəcəyini, sizin üzvünüzün və s. AI vasitəsilə yaratdığınız hansısa bir əqli mülkiyyətin hüquqlarının qorunmasını siz əgər qoruya bilməyəcəksinizsə, artıq bu da özü innovasiyanın qarşısını ala bilər. Bunun necə deyirlər, qarşısını almaq üçün artıq müxtəlif fərziyyələr irəli sürülmüşdür ki, bəlkə də AI vasitəsilə, süni intellekt ilə yaradılmış əqli mülkiyyət bu materialların daha qısa, daha limitli bir qoruma ilə əqli mülkiyyət hüquqlarını qoruya bilər. Amma bu da hələ ki implementasiyada görünmür. Digər süni intellektin toxunduğu və hüquqla birbaşa olaraq əlaqədə olduğu məsələ isə cinayət və mülki məsuliyyətdir. Cinayət məsuliyyəti necə yarana bilər? Bu o vaxt yarana bilər ki, süni intellekt vasitəsilə idarə olunan maşın və digər robotların sonda insana təsiri və insanın sağlamlığına təhlükə yaratmağı və zərər vurması ola bilər. Bununla bağlı artıq dünyada bilirsiniz, cinayət məsuliyyətinə cəlb etmək üçün sizə bir insan lazımdır. Amma süni intellekt bir insan deyil, bir üsuldur, bir həldir. Ona görə də cinayət məsuliyyəti yalnızca həmin məhsulu yaradan şəxslərin səhlənkarlığı və ehtiyatsızlığı səbəbindən olarsa, məsələn, bir modeli yaradırlar və onlar bilərək ki, hər hansısa bir modelin hissəsində boşluq var, o boşluğu buraxıblarsa və onu yoxlamayıblarsa, orada artıq məsuliyyət yaranacaqdır. Ancaq AI-nin özünə görə yox, şəxslərin özünə görə. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bunun özü də sonda ədalətli deyil. Niyə görə? Çünki AI, süni intellekt bütün dünya üzrə müəyyən olunmuşdur ki, bir qapalı bir qutudur. Yəni, hətta bugün fərz olunur ki, OpenAI və digər şirkətlərin özləri belə süni intellektin modelini yaradıblar. Amma necə işlədiyini 100% onlara aydın deyil. Çünki AI müəyyən mənada daha çox müstəqil yeni yanaşmalara çıxara bilər. Bugün görürük ki, onu treyning modeli içərisində müəyyən qədər bağlı qutu arasında saxlaya biliblər. Amma biz hələ də bilmirik ki, bu bağlı qutudan AI, süni intellekt özü çıxa bilərmi və s. Bu çıxmasının da nəticəsi dünya alimləri tərəfindən qeyd olunmuşdur ki, əgər o black box-dan çıxarsa, bu artıq AGI-dan söhbət gedəcəkdir. AGI nədir? Bu artıq süni intellekt deyil, bu artıq insan kimi koqnitiv qabiliyyətə malik olan bir modeldir. Hələ ki AGI ilə bağlı qanunvericilik, nəinki süni intellekt, biz ümumiyyətlə AGI-nin nə olacağını, necə bir təsir olacağını hələ ki heç kəs başa düşmür. Çünki süni intellekt təkcə hüquqdan deyil, bir çox hallarda AGI olarsa artıq insanların əmək bazarında, ümumilikdə sosial demokratiyaya, bugün cəmiyyətin quruluşuna çox böyük bir təsiri olacaqdır. Bir çox hallarda bizim elədiyimiz, gündəlik elədiyimiz işlərin bəlkə də heç kəsə lazım olmayacaqdır. Bu da böyük iqtisadi suallar yaradır ki, o sualları bugün danışmaq məncə mənim tərəfimdən doğru olmaz. Süni intellekt səviyyəsində yaradılan və edilən ən böyük dəyişikliklərdən biri Avropa AI aktıdır, süni intellekt aktıdır. Avropa AI aktı birinci dəfə digər ölkələrdən fərqli olaraq regulatory, yəni qanunverici orqan olaraq çıxış eləyib və deyir ki, mən öz Avropa İttifaqı ərazisində süni intellekti müəyyən modellərdə tənzimləməyə çalışacağam. Avropa müəyyənləşdirmişdir ki, süni intellektlə bağlı 3 əsas risk zonası, risk əsaslı bir yanaşma var.
Bu birincisi qadağan olunmuş sahələrdir. Avropa İttifaqı bildirir ki, müəyyən bir sahələr, xüsusilə insanların üzünə, şəxsinə, məlumatına görə sosial skorinqin verilməsi, biometrik data vasitəsilə onlar diskriminasiyaya məruz qalması, iş yerində, məktəblərdə süni intellekt vasitəsilə emosiyaların analizi və s. məsələlər tamamilə qadağan olunmuşdur. Yəni süni intellekt şirkətləri bu sahədə heç bir iş görə bilməzdir. Digər məsələ isə risk-based approach-da high risk, yəni yuxarı risk əməliyyatlardır ki, bu da bir çox hallarda sizin gələcəkdə məsələn kredit fəaliyyəti, kredit müraciətinizə AI-ın baxması, sizin üzvünüzün biometrik məlumatlar əsasında polis tərəfindən istifadəsi və sizin axtarışa verilməniz və s. kimi məsələlər var ki, bunun özü də yüksək riskli əməliyyatlardır. Yüksək riskli əməliyyatlarla bağlı Avropa İttifaqı müəyyənləşdirmişdir ki, yaradılacaq AI ofis, yəni süni intellekt ofisi bir qurum kimi bu prosesləri yüksək riskli məhsulları yaradan şirkətlərlə idarə edəcəkdir. Yüksək riskli məhsulları yaradan şirkətlər AI ofisinə müraciət etməli, bəzi hallarda cavab almalıdır. Burada xüsusilə maraqlı məqam ondan ibarətdir ki, polislər tərəfindən, yəni hüquq mühafizə orqanları tərəfindən sizin üzvünüz vasitəsilə axtarışa verilməyiniz birbaşa olaraq yalnızca yerli orqanın, yerli ölkənin qanunvericiliyi ilə deyil, həmçinin Avropa İttifaqı ilə də tənzimlənəcəkdir. Yəni həmin hüquq mühafizə orqanı birbaşa olaraq Avropa İttifaqına, o AI ofisə müraciət etməli və onlardan razılıq almalıdırlar. Bunun da ən böyük kritikləri, ən böyük problemli məsələləri də deyilir ki, ondan ibarətdir ki, bu əlavə olaraq xüsusi iş tələb eləyir, çox ağır prosesdir, mərkəzləşdirilmiş qanunverici orqan müxtəlif hallarda hamını idarə etməsi çətin olacaqdır. Üçüncü bir risk, yəni sonda qadağan olunmuş risk var, yuxarı risk var, bir də limited, yəni limiti risk var ki, bu da xüsusi bir chatbotlar, AI generated və s. xırda və insanın həyatına birbaşa təsir eləməyən məhsullardır ki, burada xüsusi olaraq Avropa İttifaqının tələbi süni intellektin, yəni siz insanla chatbot yaratmısınızsa, onun süni intellekt olmasını siz qarşı tərəfə bildirməlisiniz. Avropa İttifaqının AI aktında əsas məqsəd transparency, yəni datanın və süni intellekt məhsulunun yaradılmasında transparency, şəffaflığın yaradılması, hansı datadan istifadə olunub, risk, yəni bias risk, diskriminasiya varmı bu treyninq modelinin yaradılmasında və s. kimi məsələlər xüsusilə vurğulanmışdır. Mən düşünürəm ki, Azərbaycan qanunvericiliyi də birbaşa olaraq bu şəffaflığa xüsusi olaraq vurğulamalıdır və süni intellekt məhsullarının yaradılmasında hansı datasetlərdən istifadə olunub, hansı şəxslər tərəfindən necə bir formada istifadə olunub, risk menecment və governance məsələləri, korporativ idarə etməsi həmin şirkətin necədir və həmin dataya kimin əksesi var kimi sualları şirkətlərdən tələb eləməlidir. Hüququn cavab verə bilmədiyi digər məsələ isə süni intellekt şirkətləri tərəfindən edilən, məsələn, Amerikada ChatGPT tərəfindən verilən məhsulun Azərbaycandakı olan ziyanı nə olacaqdır? Çünki Azərbaycan hökuməti, Azərbaycan məhkəmələri onlara məsuliyyəti cəlb etmək üçün bir rışaqları yoxdur. Buna görə də artıq bütün dünya dövlətləri birləşərək bunun cross-border, yəni ölkələr arası, sərhədlər arası nizamlanmasını bir qaydaya qoymalı və müəyyənləşdirməlidirlər.